Salam hamıya, biz artıq Eurovision'dayıq və bizim yanımızda gözəl xanım, əzizimiz Civa xanım. Salam, necəsiz? Salam. Wow, wow. Yaxşıyam, siz necəsiniz? Biz də mükəmməlik. Civa, bizə danışın görək, necə keçdi rehearsallarımız? Birinci rehearsalım keçdi yaxşı, çünki mən həyecanlıydım, o birinci dəfə idi. İkinci rehearsal biraz mənim vokalda problemlərim var idi, amma üçüncü rehearsal çox gözəl keçdi. Və bu gün də bir dənə dördüncü rehearsal oldu, o da möhtəşəm idi. Artıq hazıram. Və Civa, belə bir şey deyim, artıq Avstriyanın belə deyim də sevimlisinə çevrilmisiniz. Şükür Allaha. O axırda həmişə Busti deməyimiz bilirəm ki, hamını çox sevindirir. Gözləntiləriniz nədir bu gün üçün? Bilirsiniz necə, mən sizə səmimi deyim. Mən gözləyirəm ki, mən hamının ürəyində qalım, ürəyində qalım, hamı yaddaşında olum və bugün mən hamıya oxuyanda, ifa eləyəndə hamıya qəlblərinə toxunum, ürəklərə toxunum. Belə istəyirəm ki, mənim performansım hamının yaddaşında qalsın. Əslində mən artıq bir neçə dənə artistlə danışmışam və onların çoxu sizi tanıyır və sizi dəstəkləyir. Belçikadan danışdım, Esela ilə, o deyir ki, mənim ən sevimli, yəni rəfiqəmdir. Bəli, o da mənim rəfiqəmdir. Alice dedi. Ondan sonra Firuzəyi Karpetdə həm də ermənistanlılarla da müsahibə elədim. Dedi ki, Civanı dəstəkləyirəm. Deyir, Civa mənim üstümdə yazı yazıb, mən də deyir, onu çox dəstəkləyirəm. Və bu çox gözəl bir hissdir. Əslində Civa, mənim bir də balaca sizə hədiyyəm olacaq. Bilmirəm, bunu taxa biləsiniz bugün ya yox, amma belə bir Azərbaycanın bayrağıdır. Ay Allah, nə gözəl. Hə, taxacam onu. Bəli, əlbəttə. İstəmirəm bərkdən bağlayım ki, çünki bilirəm ki, bunu mənim rəfiqəm hazırlayıb Azərbaycandan. Adı Zarinadır. Zarina. Mənə demişdi ki, mütləq taxarsan onu. İnşallah Zarina'ya görə bu mənim talismanım olacaq, o bizə uğur gətirəcək. İnşallah, mən də çox inanıram buna. Civa, bir də zəhmət olmasa, əgər sizi yormayacamsa, birazcıq mahnımızdan ifa eləyə bilərsiniz. Əlbəttə. Get, kül olub arzularım, get, bu mənim son qərarım, get, ruhumu incitmə, get. Çox sağ olun. Çox sağ olun və ən sonda mesajınızı bildirsəniz mənə. Əlbəttə. Öpürəm. Busi. Will start in a couple of minutes. Çox sağ olun. Uğurlar bir daha əzizim.